İmam Zaman Ağa'nın zuhurundan qabaq Allah Taala insanları imtihan edəcək. Bu imtihanların ən başlıcası Fələstin hadisəsi. Adam bunları burada deməyə utanır, amma mən bəzilərini deyəcəyəm. Bəlkə yatmış vicdanlar oyansın və sözüm var sizə. Mən uşaqları görürəm, Fələstində olan kadrlar görürəm, niyə mən narahat olmuram? Deməli, sənin vicdanın ölüb. Bunun üçün narahat. Müsəlmanlar susur, Amerikaya köləlik eləyirlər və uşaq qatillərindən belə rəftar eləyirlər. Mən bunu dedim ki, o uşağın ahı məni tutmasın. Bəlkə də tutacaq, bilmirəm. Bəlkə də vəzifəmi düzgün yerinə yetirməmişəm. Mən vəzifəmi elədim ki, İmam Zaman Ağa'ya da bugün şahid duram. Bu cümə minbərində İmam Zaman Ağa şikayət eləyir. Ağamız sənə şikayət eləyir bugün müsəlmanların vəziyyətindən, susanlardan, dillənməyənlərdən, İsrailə kömək eləyənlərdən və sakit qalıb bəzən də İsraili tərifləyənlərdən. Bilin, hamısını ahı tutacaq. Bir-bir. Netanyahu, Allahın lənəti olsun ona. Sabah qabağımıza çıxsa Netanyahunun bir körpə uşağı. Nəvəsi, balası. Özü cinayətkardır, özü sehyonistdir. Amma biz onun uşağıyla pis rəftar edə bilmərik. Bizim Azərbaycan əskərlərini görürdünüz Qarabağda, girmişlər bir evə, uşaq qalmışdı. Bizim əskərlər uşaqla necə rəftar elədilər? Belə rəftar eləmək lazım. Ən yırtıcı heyvan nədir? Hər kəs bir fikir, biri də canavardır, biri də nə bilim, kaftardır. 1 il 5 aydır, 1 il 5 ayı əgər Fələstinə 5 dənə kaftar bıraxsaydın, 100 dənə kaftar bıraxsaydın, bu qədər adam öldürməzdi. 52 mindən çox insan öldürüb, bunun 20 mini uşaqdır. Bunlar heyvandır, yox heyvandan pis. Mən bu sözləri niyə deyirəm burada? And olsun Allaha, mən Fələstin hadisəsi başlayandan danışıram, deyirəm, deyəcəyəm də, nə qədər Allah mənə ömür verib, bu barədə mən nəyi danışmasam bunu danışacağam. Kimin xoşuna gəlməsə də. Bunun üstə də Allah əgər mənə minnət qoysa, nəsə nemət versə, hətta şəhadət versə, mən buna razıyam. Niyə? Özümə borc bilirəm. Çünki Fələstinli uşaq ağlaya-ağlaya üzün tutub deyir ha, ey müsəlmanlar, sizə halal eləməyəcək. Sizin şikayətçisi Peyğəmbər eləyəcək. Nifrin edir. O uşağın nifrin elədiyi adamlardan biri mənəm. Biri sizsiz. Biri bizi, biri mənə eşidənlərdir. Bugün Fələstində olan uşaq nifrin eləyir. Onun nifrini bizi tutsa nə günə qalarıq biz? Məktəb yox, xəstəxana yox, su yox, işıq yox, qaz yox. Bilirəm narahat oldunuz. Bilirəm sözlərim çox narahat edici idi. Uşaqlara qulaq asmaq da məsləhət deyil. Amma mən vəzifəmi yetirdim istədim. İndi ay müsəlmanlar, ay möminlər, ay namaz qılanlar, ay insan özünə deyənlər, ay vicdanlı insanlar, ay qeyrətli kişilər. Eşidirsiniz bugün Peyğəmbər əgər Qəzzədə 50 mindən çox dinc əhalinin, Həmas deyil o əli silahlı deyil, onun 20 mindən çox körpə uşaqların öldürülməyini görüb ağlamazdı. Bir kişi öz doğma balasını əli ilə bastırıb, gəlib Peyğəmbər yanında danışırsa, Peyğəmbər kövrəlib ağlayırsa, bu sözü deyirsə, Peyğəmbər bugün Qəzzədə olan uşaqları görüb nə edərdi?